Biz əlifbanı sevgi məktubunu yazmaq üçün öyrənmişdik. Bunu 3-cü sinifdə oxuyanda anladım. Dəftərimdən qopardığım qoşa vərəqə 2 söz yazmışdım. Sənin adın, mənim adım. Rəsm dərsində ox sancılmış ürək şəkli çəkirdik, bayraq və gerb əvəzinə. Körpə qəlbimiz öz sümük beşiyində yenicə qıqıldayırdı onda. Onda hələ öyrənməmişdik rəqəmlərin yalnız əskinas olduğunu. Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz 4 divara düşəcək. Bilmirdik ki, ampermetrdən 5 alan qız cərəyandan öləcək. Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq. Bilmirdik, hər şey boş çoxluqdur. Bu yaddaş kitabçasında adam öz əllərini unudur. Yaxın otur. Yaxın otur, biraz etiraf eləyəcəm. Əziz müəllim. Azərbaycan dili dərsində unutmaq feilini şəxsə və kəmiyyətə görə dəyişirdik. Və mən həmişə birinci şəxsin təkində yalan danışırdım. Çünki mən unutmamışdım. İngilis dili dərsində başa düşdüm ki, məhəbbətin dili olmur. Acılığın irqi olmadığı kimi. Yusaq da parta örtüyümüzü saxlaya bilmədik həyatın çirklənməsini. Biologiya bizdən gizlətmişdi ki, gözlərin 2 funksiyası var, ağlamaq və danışmaq. Əslində, ürəyin dili imiş baxışlar. Onda tarix Turqut Özal deyildi, George Bush deyildi. Onda əkiz güllələr hələ başını aşağı salmamışdı. Onda əkiz güllələrin başı göyə dəyirdi. Fizika Çin işgəncəsi idi. Bircə ümumdünya cazibə qanununu səni qucaqlayanda başa düşdüm. Newtonun başına alma düşməmişdən qabaq, sən mənim ürəyimə düşmüşdün. Bu, ilahi cəzb etmə idi. Coğrafiya dərsində bütün yollar sənə gedirdi. Bütün çaylar sənə axırdı. Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu. Hara dönürdümsə, kompasımın əqrəbi yenə də sənə baxırdı. Qlobusu qucaqlayan paralellər tək səni qucaqlamışdı bu qollar. Onda mən bilmirdim ki, yerin nüvə qatından başqa nüvə silahı da var. Əziz müəlliməm, indi həyat dərsindən kəsir imtahanına gəlmişəm. Dəftərimi yoxlayın, davranışıma qiymət verin. İstəyirsiniz valideynimi çağırıb iclasda şikayətlənin. Amma xahiş eləyirəm. Məndən sevməyi soruşmayın. Çünki sevmək yadımdan çıxıb. Evdə qalıb. Akşin, Evren.